Vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdləri üçün növbəti video izahımızı təqdim edirəm. Birinci sual. Hansı nümunədə altından xətt çəkilmiş söz çox mənalılıq yaratmamışdır? Qəsəbənin ayağı məcazi, ayağım şişmişdi həqiqi. Biri həqiqi, biri məcazidir, demək çox mənalılıq yaradılıb. Şkafın gözü məcazi, bulağın gözü məcazi. Yenə məcazilik var, demək çox mənalıdır. Həyətdəki qablar su ilə dolu idi, həqiqi. Qəlbim kədərlə doludur, məcazi. Müəllif oxuculara kitablar hədiyyə etdi, həqiqi. Bu mənim həyat kitabımdır, məcazi. Ağzını yemək ilə doldurmuşdu, həqiqi. Quş ağzında qurtla yuvasına tərəf gedirdi. Bu da həqiqi. Demək cavabımız olmalıdır. Y variantı. 32. Hansı sözdəki sait səslərin sayı zülümkar sözündəki saitlərin sayına bərabərdir? Demək, zülümkar sözün tələffüzü zülümkar formasındadır. Yəni, zülümkar sözündə 3 sait var. Biz sözdə neçə sait olduğunu bilmək üçün sözün deyilişinə baxmalıyıq. İndi, sehirbaz. Burada da kökdəki samitlərin arasında sait artırıq. 3 dənədir. Davakar 3 dənədir. Təbiidə biri düşür 2 dənədir. Seans 2 dənədir. Təəssüflə ənin biri düşür ə, ü, ə 3 dənədir. Demək cavabımız olmalıdır. 1, 2, 5 D variantı. 33. Nöqtələrin yerinə müvafiq saitləri yazın. Demək, mühit, calal, yubiley, ü, i, a, ü, ü, i, a, i. Cavabımız olmalıdır B variantı. Sxemi tamamlayın. Demək, elə bir söz olsun ki, həm sinonim olsun, həm amonimi, həm də antonimi olsun. Çay amonim olar, amma məsələn antonimi, sinonim yoxdur. Qalın sözünə baxaq. Qalın antonimi incə olar. Məsələn, amonim kimi işlənməz. Diş amonim kimi işlənməz. Dolu sinonimi, məsələn, dolu adam, kök adam sinonimi olar. Amonim kimi göydən yağan dolu, bir də dolu qab amonim də olur. Antonimi dolu boş. Demək cavabımız olmalıdır D variantı. 35. Ardıcılığı gözləməklə nümunədəki fərqləndirilmiş sözlərin sinonimini müəyyən edin. Sinonimi. Qürbət eldə, qürbət yəni yad ildə birinci 4 gəlməlidir. Həyat qədər qədiməm, qədim yəni əski 6 gəlməlidir. Dünyada doğruluqdan əsər qalmayıb, yəni iz qalmayıb 2 gəlməlidir. 4, 6, 2 cavabımız olmalıdır C variantı. 36. Hansı sözün tələffüzündəki səhv yalnız saitlə bağlıdır? Axtarmaq. Məsələn, burada samit də fərqli tələffüz olunmalıdır. Obyekt. K-nın üzərində ştrix göstərilməlidir. Bürünc. Səhvlik yoxdur. Günbəz. Səhvlik yoxdur. Kommersiya. Burada tələffüzdəki səhv yalnız saitlə bağlıdır. Çünki adan deyilməlidir. Cavabımız olur Y variantı. 37. Hansı nümunədə bir-biri ilə antonimlik yarada bilən frazeoloji birləşmə işlənmişdir? Onun könlünü almaq. Könlünü almaq. Görə indi könlünü almağa antonim varmı? Könlünü almağın antonimi qəlbinə dəyməkdir. Demək cavabımız olmalıdır A variantı. 1 və 3. 38. Hansı sözdə vurğu zoologiya sözü ilə eyni hecadadır? Zoologiya. Vurğu 3-cü hecanın üzərindədir. Müayinə vurğu sonunda 4-cü hecadadır. Peyk 1-ci hecadadır. Onsuz da bir hecalıdır. Peyzaj sonuncu hecada 2-ci hecadadır. Laboratoriya. Laboratoriya sözündə 4-cü hecadadır. Monoloq sözündə 3-cü hecadadır. Ona görə cavabımız olmalıdır D variantı. 39. Verilmiş leksik xüsusiyyətlər hansı sözə aiddir? Amonimliyi var, çox mənalı sözdür. Antonimi var, sinonimi var. Verilən sözlərin hansına aid olsun? Amonimliyi var. Məsələn,
həm də çoxmənalı sözdür. Əqrəbin amonimliyi var, amma çoxmənalı deyil. Dəmir çoxmənalı olar, amma amonimliyi yoxdur. Çayın antonimi yoxdur. Aşığın antonimi yoxdur. Mürəkkəb amonimliyi var. Mürəkkəb məsələ sifət kimi. Bir də qələmin içliyi olan mürəkkəb. Antonimi var. Mürəkkəbin antonimi məsələn sadə. Çoxmənalı sözdür. Çoxmənalı söz, yəni mürəkkəb sözünü məcazi mənada işlətsək çoxmənalı olar. Sinonimi, demək mürəkkəbin antonimi asan, sinonimi çətin. Hamısına uyğun gəlir. Cavabımız olur C variantı. 40-cı sual. Verilmiş xüsusiyyətlər hansı sözün fonetik təhlilinə aiddir? Yazılışı ilə deyilişi arasında iki fərqli məqam var. Qəhər, rəm, məh. Burada üç fərqli məqam var. A getdi. Oduncaq bir fərqli məqam var. B də getdi. Velosiped iki fərqli məqam var. Axtarmaq iki fərqli məqam var. İyanə bir dənə ya artırılır, bir fərqli məqam var. Demək cavabımız ya C-dir, ya D. Tərkibində yalnız dodaqlanmayan saitlər var. Velosiped, axtarmaq, bəli, dodaqlanmayandır. İki cingiltili üçkar samit var. Axtarmaq sözündə D, R, M üç cingiltilidir. Velosiped sözündə iki cingiltili V və L cingiltilidir. S, P, T kardır. Demək, verilən fikirlərin hamısı velosiped sözünə uyğundur. Cavabımız olur C variantı. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənəcək.